hər birinizə xoş gördük əziz abituriyentlər. Mən ingilis dili müəllimi Həcər. Bugün sizə quantifiers mövzusundan bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. Deməli uşaqlar, baxın, biz deyirik ki, a lot of quantifiers'ından sonra həm cəm, həm də sayıla bilməyən isim gələ bilir. Bir də bunların qarşısında saçdan istifadə edə bilirik. Onları daha da qüvvətli demək üçün saçdan istifadə etmək olur. Amma siz testləri işləyəndə görəcəksiniz ki, saçdan sonra a little-dan istifadə etmək olmaz. Çünki a little-ın mənası nə deməkdir? Biraz, lapas. Və özündən sonra mütləq necə isim gəlməlidir? Sayıla bilməyən isim gəlməlidir. Və biz bilirik ki, saçdan sonra yalnız a lot of gələ bilir və özündən sonra cəm və sayılmayan isim gəlir. Amma saçdan sonra a little və little-ın da işlənmə halları mümkündür. Nə zaman mümkündür uşaqlar? Ancaq balaca, kiçik mənasını verərkən siz saçdan sonra a little və yaxud da little-dan istifadə edə bilərsiniz. Məsələn, gəlin baxaq bura. Əgər saçdan sonra a little-dan istifadə edirsinizsə, özündən sonra mütləq tək isim gəlməlidir. Çünki burada little balaca mənasını verəndə tək ismin qarşısında mütləq artikel olmalıdır. Və saçdan sonra little-dan istifadə edirsinizsə, cəm isim gəlirsə də, yəni a little olmaz, little olacaq. Çünki cəm ismin qarşısında a artikelından istifadə etmək olmaz. Və saçdan sonra a little və yaxud da little istifadə edib özündən sonra sayıla bilməyən isim işlətmək qəti şəkildə olmaz. Çünki saçdan sonra a little istifadə eləsəniz, özündən sonra sayıla bilməyən isim gəlsə, bu o deməkdir ki, a little və little az mənasında istifadə olunur, balaca mənasında yox. Və biz bilirik ki, saçdan sonra a little və little-dan istifadə eləmək olmaz. Burada yazmışam, saç a little boy. Bu doğru ifadədir. Saç burada özündən sonra a little gəlib və a little-dan sonra necə isim gəlib? Təkdə olan isim gəlib. Biz demişik ki, saçdan sonra a little gələndə özündən sonra tək isim gəlməlidir. Bir doğru ifadədir. İkinci də saçdan sonra little gəlib və daha sonra what gəlib. Sayıla bilməyən isim gəlib. What sayılmayan isim olduğuna görə biz bilirik ki, saçdan sonra little gələndə sayıla bilməyən isim gələ bilməz. Ona görə 2 yanlış ifadədir. 3 də saçdan sonra boy təkdə olan isim gəlib, qarşısında da little gəlib. Biz bilirik ki, saçdan sonra tək isim gələndə qarşısında little yox, mütləq a little-dan istifadə etmək lazımdır. Ona görə 3-də yanlış ifadədir. Və növbəti ifadədə saçdan sonra a little istifadə eləmişik və t-dən istifadə eləmişik. Yenə dediyim kimi, t sayıla bilməyən isimdir və saçdan sonra sayıla bilməyən isimlərlə a little və yaxud da little istifadə etmək olmaz. Deməli, bu da yanlışdır. Və sonuncu ifadəmizdə saçdan sonra little istifadə olunub və little-dan sonra cəm isim işlənib. Biz bilirik ki, saçdan sonra cəm isim işlənəndə qarşısında little-dan istifadə etmək olar. Burada birinci ifadədə və axırıncı ifadədə little burada kiçik mənasındadır. Balaca oğlanlar, balaca oğlan, burada isə balaca oğlanlar mənasında istifadə olunur.